Salam, mən FES Akademinin lisey hazırlığı üzrə müəllimi Firuzə Hüseynli. Bugün sizə 6-cı sinifin keçirilmiş monitorinq qəbulunun izahını verəcəm. Monitorinq birinci başlayır Azərbaycan dili fənnindən. Azərbaycan dilini ayrı, birini də video olaraq çəkəcəm, riyaziyyatı yerləşdirəcəm. Azərbaycan dili oxuyub anlama mətnlərinə əsaslanır. Birinci 10-cu suallar düyü kasası mətni ilə bağlıdır. İlk olaraq mətnimizi oxuyaq. Bir zamanlar Çinin bir kəndində yaşlı və kimsəsiz bir qadın yaşayırdı. O, uşaq evindən 11 yaşlarında 3 oğlanı övladlığa götürdü. Oğlanlardan ikisi Landu və Suaco daha zirəng görünürdülər. Qadın onları məktəbə göndərmək qərarına gəldi. Uşaqlar üçün gözəl geyimlər aldı. Lazım olan bütün ləvazimatları topladı. Onlar təhsil almağa başladılar. Üçüncü oğlanın adı Qosir idi. Onun gözləri görünmürdü. Yaşlı qadın fikirləşdi ki, Qosir köhnə köşkül paltarlardan geyinər, olan qalandan yeyər, ona ev işi, həyat baca işlərində köməklik edər. Oğlan bu qərardan nə incidi, nə də şikayətləndi. Olanına qane olub, həvəslə, məsuliyyətlə evin qulluqçusu kimi həyatına davam elədi. Günlərin bir günü gözlənilməz bir hadisə baş verdi. Gecə yarısı evdəki düyü anbarı qəfil alovlandı. Oğlanlar gözlərini açıb, özlərini o alovun ortasında gördülər. Landu və Suaco birtəhər evdən çıxdılar. Həyətdə fərqinə vardılar ki, Qosir yanlarında deyil. Bəs anaları hardadır? Elə bu an tüstünün içindən Qosir peyda oldu. Kürəyində yaşlı qadını daşıyırdı. O özünü alovun içərisinə atmış, qadını xilas etmişdi. Bu hadisədən sonra yaşlı xanımın oğlana münasibəti dəyişdi. Düzdür, əvvəllər də onunla mehriban davranırdı, ancaq indi hörməti, sevgisi daha da artmışdı. Ona da ana qayğısı ilə yanaşırdı. Yanğından xeyli vaxt keçmişdi. Yaşlı qadın artıq ölümün yaxınlaşdığını hiss edirdi. Son nəfəsini verməzdən qabaq Qosiri yanına çağırdı. Sənin zəhmətkeş və məsuliyyətli olduğunu gördüm. Son hadisə isə cəsarətini və fədakarlığını da ortaya çıxardı. O bu sözləri deyib əlində tutduğu düyü kasasını ona uzatdı. Nəhayət, bu əmanətə sahib çıxacaq layiqli bir varis tapdım. Artıq rahat ölə bilərəm. Bu kasa sehirlidir. Ona müraciət edənlərin arzularını yerinə yetirir. Unutma, kasa bir ildə bir arzu, 2 ildən bir, 2 arzu, 3 ildən bir, 3 arzu yerinə yetirə bilir. Amma çox ehtiyatlı olmalısan. Nə badə qapısına, sınan kimi həyata keçən bütün arzular geri alınacaq. Ona görə də arzu tutanda yaxşı fikirləş. Sözlərini tamamlayan qadın gözlərini əbədi yumdu. Qosir bu yaşlı xanımı çox sevirdi. Onu görməyi həmişə arzulamışdı. İndi də ürəyindən keçdi ki, ömür boyu simasını xatırlaya bilmək üçün kaş dəfn olunmazdan əvvəl bircə dəfə üzünü görə biləydim. Elə bu anda hər tərəf işıqlandı. Əvvəl oğlan heç nə başa düşmədi. Başı gicəlləndi. Ola bilməz, o artıq görünürdü. Sən demə ürəyindən keçənləri qeyri-ixtiyarı ucadan deyibmiş. Kasa da onun arzusunu yerinə yetirib. Landu və Suaco qardaşlarının gördüyünün fərqində olanda nə baş verdiyini, gözlərinin necə açıldığını soruşdular. Qosir heç nəyi gizlətmədi. Əhvalatı danışdı. Kasa haqqında analarının dediklərini onlara da söylədi. Oğlanlar kasanın onlara verilməməyini qəbul edə bilmədilər. Keyfləri çox pozuldu. Qosirdən tələb etdilər ki, bir il sonra növbəti arzunu onlar etsinlər. O heç tərəddüd etmədən razılıq verdi. Artıq bütün işlər onun üzərində idi. Qosir əvvəlkindən də artıq çalışırdı. Beləcə bir il keçdi. Landu və Suaco o günü səbirsizliklə gözləyirdilər. Qosir kasanı əlində tutub soruşdu. Nə arzulayırsınız? Landunun cavabı hazır idi. İçərisi bitməyən ərzarlarla dolu bir evimiz olsun. O sözünü bitirən kimi evlərinin qarşısında gözəl bir ev peyda oldu. Dərs oxu. Deməli, hadisələr bu formada irəliləyir. Oğlanlar artıq 22 yaşlarına çatırlar. Landu və Suaco'nun gözlədiyi gün yenə gəlib çatır. Bu dəfə də Landu həm də Suaco kasanı öz əllərində tutmaq istəyirlər. Onlar qabı bir-birini almağa çalışarkən kasa da əllərindən düşür və Qosirin qışqırtısı eşidilir ki, mən görmürəm. Bu nə deməkdir? Yəni artıq arzu geri alındı. Artıq nə malikanədə nə sər əlamət vardı, nə də var dövlətdən. Qəflət yuxusundan indi ayılan Landu və Suaco kör peşman təhsillərinə davam etdilər. Onlar məktəbin yaşca ən böyük şagirdləri idilər və az qala övladları yaşlı uşaqlarla oxuyurdular. Qosir isə görmə qabiliyyətini itirsə də
kitablardan əldə etdiyi və heç vaxt itirilməyən bilikləri qısa vaxt ərzində Çinin ən müdrik müəllimlərindən biri kimi tanındı. Qırıqları yapışdırıb bərpa edilmiş kasa Qosirin evinin gözəl bir güşəsini bəzəyirdi. Müdrik alim üçün o hələ də sehirli idi. Mətn asan mətindir. Birinci sualda Qosir yaşlı qadının etibarını necə qazandı? Təbii ki, yanğından çıxartmışdı onu, cəsur davranmışdı. Doğma oğlu deyil idi, övladlığa götürmüşdü. İşlərini bəli, məsuliyyətlə görürdü. Yaşca daha böyük idi, xeyr, yaşın vurğulamır və çox kitab oxumağını da vurğulamır. Doğru cavab A bəndidir. İkinci sual, mətn hansı başlıqla adlandırıla bilər? Var-dövlət əsl xoşbəxtlik səbəbidir. Xeyr, görürsünüz ki, var-dövlətin itirir və xoşbəxtliyi də onunla gedir. Sehirli qüvvələr yalnız yaxşı insanları seçir. Xeyr, sehirli qüvvə insanı, belə deyək, yaxşı insanı seçmir. Yəni, insan onu özü bacarıb nail olur. O seçmir. Şanslısansa uğur həmişə səninlədir. Xeyr, gördük ki, axıra qədər bu proses davam etmədi və şanslı olsaydı o qədər əziyyət çəkməzdi. Zəhmət və bilik insanı uğura aparır, bəli. Görürsünüzmü? Şansdan doğan fürsətdən o bilik əldə etməyə çalışdı deyə irəli getdi. Amma digərləri var-dövlət istədi deyə geri qaldılar. Mətnin məzmunu hansı fikri təsdiq etmir? Bəli. Baxıram, nə əkərsən, onu da biçərsən. Təbii ki, insana laqeyd davrandılar, analarına laqeyd davrandılar deyə arzu kasa onlara yox, digərlərinə verildi. Yaxşı davransa onlara verilərdi. Elm maddi sərvətdən üstündür. Bəli, görürük ki, axırda müdrik filosofa çevrilir, amma digərləri hələ var-dövlət istəyənlər məktəbə gedirlər, oxumağa davam edirlər, çünki geri düşürlər. Zəhmət çəkən zərər çəkməz. Bəli, düzdür. Zəhmət çəkmişdi deyə o tanınmış biri oldu, amma digərləri onun əksinə olaraq tanınmış biri olmadı, əksinə məktəbə yenidən başladılar. Bilik savadı yalnız məktəbdə əldə edilir. Xeyr, baxmayaraq ki, o məktəbə getmirdi, amma oxuduğu kitablardan çoxlu bilik əldə etmişdi. Dördüncü sualda deyir, yaşlı qadın Qosirə arzu edərkən nəyə yaxşı fikirləşməyə tapşırdı? Deyir, yəni elə arzu fikirləş ki, sabah kasa sınanda sən biləsən ki, bu arzu səndən gedəcək və sən çox şey itirməyəsən. Qorumaq istəyirdi, xeyr. Qosirin gözlərinin görməsi ilə də əlaqəsi yoxdur. Kasanı yalnız Qosir istifadə edə bilərdi, xeyr. Kasa sınarsa verdikləri yox olacaqıydı. 5-də Landu və Suaconun kasa ilə ehtiyatsız davranışı nə ilə nəticələndi? Yaşlı qadın evində yanğın baş verdi. Xeyr, yanğın birinci baş vermişdi. Qosir görmə qabiliyyətini itirdi. Bəli, Qosir onlar savaşanda kasa düşdü, sındı deyə itirdi. Yetkin yaşlarında məktəbə getməli oldular. Bəli, deyir, özündən balacalarla artıq gedirdilər. Bir göz qırpımında sərvətlərini itirdilər. Bəli, 2, 3, 4 A bəndi. 6 deyir, hansı bənddə səbəb-nəticə əlaqəsi pozulmuşdur? Yaşlı qadın oğlanlardan ikisini məktəbə göndərdi və onlar müdrik alim oldular. Xeyr, bu səhvdir. Sadəcə kasanı verdiyi övlad alim olur, müdrik alim olur. O da məktəbə yox, oxuduğu kitabların hesabına idi. 7-ci sualda Landu və Suaconun məktəbə qayıtmaları sizcə necə izah edilə bilər? Yəni, bizə göstərmək istəyir ki, mətin, insanın əsl sərvəti mal-dövlət deyil, bilikdir. Əgər biliyin varsa, çörəyin həmişə olacaq. Amma yox, sadəcə biliksizsənsə və şansa bir, belə deyək, pulun varsa, bu şans sənin əlindən çıxdığı anda sən artıq kasıb olacaqsan. Ona görə cavab B-dir. Qosirlə bağlı olan doğru fikir istəyir. Oğlanların kasaya şərik olmanın razılaşmağı onun xeyirxahlığını göstərir. Əlbəttə ki, düzdür. Qadın tapşırmışdı ki, o kasadan var-dövlət istəməsin. Xeyr, qadın ona deməmişdi heç nə istə, nə istəmə. Yanğın zamanı qatı tüstü və güclü alovun təsirindən onun gözləri açıldı. Xeyr, kasanın hesabına açılmışdı gözləri. Onun kasaya varis seçilməsinin digər oğlanlar ədalətli, xeyr, digər oğlanların bu iş xoşuna gəlməmişdi. Ona görə də dedilər ki, gələn il arzunu biz istəyək. 9-da nə üçün Qosir kasanın qırıq hissələrini yapışdırıb saxladı? Çünki istəyirdi ki, o kasa onda xatirə qalsın. Kasanın hesabına gözləri açılmışdı. Axı, o görmədiyi bir şeyi görmüşdü. Onun üçün də kasa onun üçün dəyərli idi. Mətnə əsasən yanlış fikirlər istəyir. Bizə deyir ki, uşaqlar körpə olanda yaşlı qadın onları uşaq evinə qoymuşdu, uşaq evinə qoymamışdı, uşaq evindən götürmüşdü. Bir yanlışdır.
Övladlığa götürülən uşaqlardan birinə fərqli davranılırdı. Bəli, doğru deyir. Birinə xidmətçi kimi davranılırdı. Qosir cəsarəti ilə qadını təəccübləndirdi. Düzdür, yanğından onu xilas etmişdi. Yanğına qardaşlar səbəb oldular. Yanğını səbəb nəyin olduğu, yəni belə deyək, bilinir, amma qardaşlar səbəb olmamışdı. Ona görə 4 yanlışdır. Kasa ehtiyatsızlıq ucbatından sındı. Bəli, düzdür. Çünki kasa savaşanda bilmirdilər. Yəni qırmaq niyyəti ilə qırılmayıb. Yanğın zamanı oğlanlar köməkləşib qadını xilas etdilər. Xeyr, qadını Qosir təkcə xilas etdi. O səbəbdən yanlışdır. Deməli, cavablarımız olacaq 1-ci, 4-cü və 6-cı. Cavab A bəndi. Deməli, 11-dən 20-yə qədər olan suallar moda və təbiət mətni ilə bağlıdır. Burada adından da göründüyü kimi mətni oxumusunuz, onsuz da bəllidir. Elə birbaşa sualların izahından başlayacağam. Mətndə hansı suala cavab yoxdur? Monqolistanda uzun müddətli yun istehsalının ekologiyaya mənfi təsiri nələrdir? Mətndə verilmişdi bu. Aral dənizinin qurumasına nə səbəb olmuşdu? Bu da mətndə verilmişdi. Süni materialdan hazırlanan geyimlər hansı ekoloji problemlər yaradır? Mətndə verilmişdi. Amma geyim sənayesi ölkəmizdə necə inkişaf eləmişdi? Bu bizim ölkəmizdə necə inkişaf etmişdi? Bu barədə məlumat mətndə yoxdur. 12-də mətnə əsasən moda sənayesinin ekoloji təsiri ilə bağlı hansı fakt doğrudur? Hər il geyimlərin 85% təkrar emal olunur. Belə bir məlumat yox idi. Baxın B bəndinə. Deyir, moda sənayesinin inkişafı su ehtiyatlarının tükənməsinə səbəb olur. Bu mətndə verilmişdi ki, yəni moda, baxın, bu proses çoxlu su tələb eləyir. O səbəbdən də tükədir, suyu tükədir. B bəndidir. 13-də Aral dənizinin 40 il ərzində 90% qurumasına səbəb məhz pambıqçılığın inkişafı olmuşdu. Cavab C bəndidir. Müasir dövrdə cins geyimlərin istehsalında istifadə olunan indigo boyasının əsas problemi nədir? Çayları və gölləri çirkləndirməsi. Mətndə verilib, yəni ki, əsasən su ehtiyatını tələb edir və bu da çirkliliyi göstərirdi, yəni. Daha sonra 15-ci sualda moda sənayesinin ekoloji təsirini azaltmaq üçün mətnə əsasən hansı həll yollarını təklif edə bilərik? Bunu təklif edə bilərik ki, geyimlər torpaqda parçalana bilən təbii materiallardan hazırlanmalıdır, sintetik yox. 3-ü götürürük və kimyəvi boyalar əvəzinə bitki mənşəli boyalardan istifadə edilməlidir ki, ekoloji olaraq zərər görülməsin. Cavab A bəndidir. 16-da mətnə əsasən hansı bənddə səbəb-nəticə əlaqəsi pozulmuşdu? Deyir ki, cins geyimlərə tələbat artır. Bunun nəticəsində digər parça növləri sıxışdırılırmı? Xeyr. Sıxışdırılma yoxdur ümumiyyətlə. Yəni, belə bir şey yoxdur burada. Səbəb odur ki, bax, gəlin cins geyim olan hissəni göstərək ki, daha başa düşək də. Deyir, məsəl üçün, burada verilib ki, məsələn, sadə kəsimlər, sadə klassik tərzdə olan geyimlərə üstünlük verməliyik. Yəni ki, nəyisə sıxışdırmır. Cinsi sevirik deyə, cins geyinirik deyə, cins bizim gündəlik həyatımızda olmalı deyil. Yəni, başqa geyimlər də, klassika geyimlərinə də üstünlük verilməlidir. Ona görə doğru cavab A-dır. 17-də mətni yazmaqda müəllifin əsas məqsədi odur ki, bir var deyir, adi geyim sənayesinin inkişaf etdirilməsi məqsədi ilə bir sıra üsullar təklif etmək. İnsanlar dünyada moda yeniliklərini izləməyə xeyir dəbə çağırmır. Geyim sənayesinin inkişafına bir neçə ölkələrin rolu məlumat vermir. Tez-tez deyinilən, bəli, baxın, mətnin el adı nədir? Dəb və təbiət. Baxın, D bəndindədir. 18-də mətndə geyim sənayesinin ekoloji problemləri ilə bağlı əsas fikir hansıdır? İnsanlar cins geyimlərdən daha çox istifadə etməlilər. Xeyr, bizə deyir, cinsə tələbat çoxdur, amma bundan istifadə etməliyik deyə bir şey yoxdur. Dəb naminə geyimlər almaq ekoloji problemləri daha da dərinləşdirir. Bəli, dəbdən ekologiyanın problemin, yəni təbiətə olan zərərini çatdırmaq istəyir. Cümlə mətnin hansı abzasının sonuna əlavə edilə bilər? Həmçinin köhnəlmiş paltar və ayaqqabıları zibillə atmaq əvəzinə ona yeni həyat vermək, təmir etmək lazımdır. 6-cı abzasa baxaq. Baxın 6-cı abzasda. Deyir ki, onları uzun müddət geyinmək olur.
Yəni bax bu qədər tez-tez yenilənən dəbin təsirinə düşüb deyir. Ehtiyac olduğu halda paltar almamalıyıq, olmadığı halda daha doğrusu. Yəni bu o deməkdir ki, biz köhnəlibsə onu geyinək də, yəni geyinə bildiyimiz qədər geyinək. 20-ci sualda deyir ki, hansı başlıq və ya yarımbaşlıq mətnin məzmunu ilə bağlı deyil? Tekstil tullantıların artması və ekoloji fəsadlar. B-də deyir, pambıqçılığın su ehtiyatlarına mənfi təsiri, yəni sırf başlıq kimi biz bunu verə bilmərik. Təbiətin mühafizəsi və aksiyaların keçirilməsi, daha doğrusu verə bilərik. Aksiyadan danışmır. Təbiəti qorumağı da, təbiətin mühafizəsindən də danışmır bir növ. Orada bizə onu deyir ki, təbiəti qoru, amma təbiətə zərər vurub ondan geyimlər əldə edərək, yəni onu çirkləndirərək qoruma və bununla bağlı bizə aksiyanı vurğulamır. Ona görə cavab C bəndidir. Sonra qeyri-aktiv həyat tərzi. Qeyri-aktiv həyat tərzi mətnini də onsuz da oxumusunuz. Elə isə sualların izahından başlayaq. 21-də deyir ki, mətndə verilmiş məlumatlara əsasən doğru fikir. Burada doğru fikir B bəndidir. Dünyada artıq çəkidən əziyyət çəkənlərin göstəricisi son dövrlər xeyli artıb. Bəli, bunu mətndə vurğulamışdı. Hansı ölkələrdə insanların daha aktiv həyat tərzi keçirməsi ehtimalı yüksəkdir? Fiziki əməklə daha çox məşğul olunan ölkələrdə, yəni biz deyirik də, oturaq həyat insanı tənbəlləşdirir, aktiv həyat isə yəni fəallaşdırır. Mətndə pasiv həyat tərzi ilə bağlı hansı nəticəyə gəlmək olar? Hərəkətsizlik sağlamlığa mənfi təsir göstərir. Görürsünüz, əslində bütün variantda cavablar bir-biri ilə bağlıdır. 24-də şəkilə əsasən hansı fikir yanlış hesab olunur? Avstraliya və Hindistanda qeyri-aktiv əhalinin faiz göstəricisi bir-birinə yaxındır. Küveyt pasiv həyat tərzi deyir bizə. Keçirən əhalisinin faizinə görə dünyada birinci yer tutur. Daha sonra şəkildəki bəzi ölkələr qeyri-aktivlikdən. Baxın, elə bunlar hamısı doğrudur da. Cavab D-dir. Ölkənin ərazisinin böyük olması onun əhalisinin aktivlik göstəricisinə əsas amildir. Bəli, düzdür. Biz bayaqdan deyirik, oturaq həyat tərzi pisdir, aktivlik olmalıdır. Mətndə də bunu bizə deyir. 25-də deyir ki, şəkilə əsasən və mətnə əsasən Uqanda haqqında doğru fikir. Əhalisi daha çox kənd təsərrüfatı ilə məşğuldur, düzdür. Texnologiyaların yüksək inkişafı müşahidə olunur, səhvdir. Fiziki aktivliyin yüksək olduğu ölkələrdəndir, düzdür. Əhalisinin yalnız 5,5% aktiv həyat sürür, səhvdir. Doğru cavab olacaq A bəndi. Beləcə Azərbaycanda suallarımız bitdi. Nəticənizi bizimlə bölüşməyi unutmayın. Riyaziyyat videosunun da izahının linkini aşağıda rəy bölməsində yerləşdirək.